Mən həmişə nəsə müşkülüm olanda, bir hacətim olanda həmişə demişəm ki, bir dənə xanım Zəhra bəs eləyir. Başqa nə çətinliyim olub xanım Zəhradan. Mənim başıma gələn hadisə tələbəlik vaxtında olub və xanım Zəhraya təvəssül eləmişəm. Allaha and vermişəm Həzrəti Zəhraya. 3 şey istəmişəm, birini deməyəcəm. O icazə yoxdur onu deməyə. 2 məsələ çətinliyim olub, məsələn, tələbəlik vaxtında. Bunu tələbə yoldaşlarım da bilir. İndi sağ olan o ustadlar da bilirlər. Çox maddi bir çətinlik var idi ortada. Mən onu həll eləyə bilmirdim. Mənim bugün burada olmağıma səbəb də o məsələlərin həmən dövrdə həll olunmağıdır. Mən Həzrəti Zəhraya təvəssül eləmişdim və o məsələlər həll olunmuşdu. Bir maddi çətinlik idi. Bir dənə də mənəvi məsələlərdən mən dua edirdim. Hər bir insan istədiyi kimi hamı istəyir dövrün imamını ən azı bir yuxuda görsün. Həzrəti Zəhraya təvəssül elədim. Mən onu başqa şeydə gördüm. İlk dəfədir burada deyirəm mən onu. Demişəm, deməmişəm məsələ necə olub. Hadisəni danışmışam, deməmişəm kimin başına gəlib. Tələbə yoldaşlarımdan biri xaricdə təhsil alırdı və mənə yazdı, səhər oldu, mənə yazdı ki, neynəmirsən bugün? Deyirəm, heç nəyi soruşursunuz? Dedi, yox, bugün, bu gecə neynəmirsən? Dedim, elə həmişəki halımda, yəni durmuşam, sübh namazına dururdum, biraz qabaq durmuşam. Susuz idim, getdim su içməyə. Soyuducunun qapısını açdım, mən də çox buzlu su içirəm. Götürdüm suyu içəndə yadıma Həzrəti İmam Hüseyin. Dedim, bu hadisə olub. Dedim, mən bu gecə sübh namazından qabaq yuxu görmüşəm. Gördüm, biz tələbələr oturmuşuq Həzrəti İmam zamanı.